sağ ol Rizin, necəsən? Bizdə Azərbaycanda ona mənəviyyatsız insan deyirlər. Məsəl üçün, özünü düşünər, qarşındakini düşünməz, səhvi olar, üzr istəməz, özünü bomba aparar, gör bundan yoxdur, insan sevgisindən, istəyindən istifadə eləyər. Elə bilər ki, elə həmişə də belə olacaq. Qadın nə qədər kişini arxayın eləyəcək, sən get, mən burada dayanmışam. O kişi dönəcək, onu da qoyacaq həmişə zapasda. Amma öz güvənli qadınlar heç vaxt elə bir şey eləməsin. Gedəcək, cəhənnəmə gedəcək. Ondan da yaxşısı çıxacaq sənin qabağına. Bir insan səni qoyub gedirsə, sənsiz qala bilirsə, deməli o insan səni sevmir. Bəli, mən sevsəm, dünya belə qarşıma çıxsa, mənim qarşıma ala bilməz. Sevgi budur. Sevgi, ay bugün tanış oldum, öpdüm, qucaqladım. Əsl sevgi toxunmadan sevməkdir. İndikilər toxunmadan sevmək nə hər qızın, nə də hər kişinin başı üçündür. Demir ama toxunan sevmir. Söhbət ondan getmir. Sadəcə toxunmadan sevmək hər kişinin, hər qızın başı üçün deyil. Nəfsinə sahib olmaq heç kəsin. Hər oğlan sevdiyi qadına toxunmadan sevmək hər kişinin başı üçündür. Nəfsini saxlamaq o hər kişinin başı üçündür. Əsl sevgi bax odur. Əsl sevgi. Razıyam, bəli. Evladım. Uşaq səndə yox, qonşunumdur, prakat götürmüşəm. Canlıdan sonra aparıb qaytarıram. Prosta hədiyyə atsınlar deyə gətirib tutmuşam. Yarı-yarı, 50-50 böləcəm. Mən sənin nəyinəm? Bacı, sistra. Neyinim çocuğum? Aferin sana. Bacı. Anan gelip birazdan gələcək, yaxşı? Xala qurban. Anası işlədi, mənim yanıma qoyub gedib. Rizin, çox sağ ol canım. 7-ci ildə TikTok'a keçirəm, mənə gəlib hər gün eyni sual verir, uşaq səndir. Bu bilirsiniz nədir uşaqlar? Bu talış zonasının düzəldə biləcəyi bir duzlu, nanədən duzlu bir prosesdir. Bu alçıya batırıb yiyirsən, Zaza düzəldib verib bunu mənə. Dahardı, nahardı, nədir bilmirəm. Odu alçıyla çox tatlı. O gün taksidə yirdim, taksidə için ağzının suyu yaktı, ona da verdim. Kloktaydı, bir damcı töktüm onda. Safetkasına dedim götür. Taksici oğlan da apardı. Xoşu gəldi. Alçan necə yedimcə nəfsi çəkdi. Ona da verdim duzda. Salfetkaya tökmüşdüm, koymuşdum sunkama, pingibində alça. Yedim, gördüm, deyir, ay xanım, o nədir, dedim alça. Dedi, 700 mən də istədim. Dedim, ver salfetkaya verdi. Bir damcama da verdim duzda. Biraz da verdim, apardı evə. Buydu, yedi. O süre mən də gedə yiyirdim. Bəzən taksi şoförlərindən dost oluram. YouTube'a qoşuram internetimi, mahnıya qulaq asasa gedirik. O gün taksi dərdliydi. Şeyə qulaq asırdan çox. İndi məndən küs görüm. İndi məndən küs görüm.